hər birimiz. Yəni, bunu arxain olun 100% sizə deyirəm ki, qiyamət günü bu haqda sorğu-sualınız olacaq. Yəni, gətirəcəklər, sənə hesab kitab edəcəklər. Təkcə ruhaniyyət eləməyəcəklər. Hamımızı hesab kitab edəcəklər ki, sən cəmiyyət üçün iş görmüsən. Cəmiyyətdə iş görməkdə sırf insanların qarnını doyurmaq məsələ deyil. Yəni, bunu elədin, bitdi o. Yəni, Allahı sevdirə bilmirsən, yoxsa yox. İmaməti tanıtdıra bilmirsən, yoxsa yox. İmam zamanla tanış eləyə bilmirsən cəmiyyəti, yoxsa yox. Sevdirə bilmirsən onları nübüvvətə, imamətə, yoxsa yox. İslah üçün neynəmsən. Məsələ bu qədər ciddidir. Bir dənə belə bir sənin misyon var. Gördüyün işlərin xətti bundan ibarət olmalıdır. Yolu bundan ibarət olmalıdır. Bu istiqamətdə addım atmalısan. Başa düşürsən. Həqqi müntəzir də budur da, axır zamanda yaşayırsan. Yəni, zuhur nədir, intizar anlayışı nədir? Bu istiqamətdə səy göstərməlisən, çalışmalısan ki, axır zamanda da yaşayırıq.